Dostum, sənin indi deyəcəyim şey bəlkə də bütün satış yanaşmanın kökündən dəyişəcək. Hətta bəlkə də bu videodan sonra sən satıcı yox, problem həll edən kimi tanınacaqsan. Çünki mövzumuz budur. Məhsul yox, problem sat. Salam dostlar, Pro Management Akademiyaya xoş gəlmisiniz. Bugünkü mövzumuz sıradan bir satış mövzusu deyil. Bu elə bir yanaşmadır ki, əgər bunu mənimsəyə bilsəniz, istər biznesdə, istər karyerada, istər şəxsi həyatınızda insanlara təsir etmə gücünüz qat-qat artacaq. İndi gəlin açıq danışaq. Çoxumuz məhsulu necə satırıq? Elə bir restorandayıq, menyunu oxuyuruq. Bizdə bu var, o var, üstündə bonus da veririk. Amma müştərinin beynində bir sual var. Mənə bunun nə xeyri var? Gəlin real nümunə ilə başlayaq. Təsəvvür edin, mən sizə deyirəm. Dostum, mənim layihə idarə etməsini öyrədən onlayn kursum var. Düşünürsən ki, olsun da, kurs çoxdur da. Amma mən başqa cür desəm, layihələriniz tez-tez gecikir, büdcədən kənarlaşır, komandada qarışıqlıq yaranır. Bu kurs sizə bunların qarşısını almağını öyrədəcək. Bax, artıq beynində işıq yanır. Çünki sən problemi tanıdın və həlli gördün. İnsanlar məhsul istəmir, onlar nəticə istəyir. Yəni, heç kim çəki azaldan toz almır. İnsan qarnı 6 ayda 6 sm azalsın deyə onu alır. Heç kim mesajlaşma tətbiqi istəmir. O, dostları ilə asan əlaqə qurmaq, şəkillər paylaşmaq istəyir. Heç kim USB 3.0 almır. O, faylların sürətli köçürülməsini istəyir. Odur ki, məhsul sadəcə vasitədir. Müştəri o vasitənin gətirdiyi dəyişikliyi alır. Və ya təsəvvür et, sən idman zalı abunəliyi satırsan. İnsan fitness zalına giriş kartı almır. O, güzgüdə özünə baxanda, super, mən artıq daha fitəm hissini almaq üçün pul verir. Sən kartı yox, bu hissi satmalısan. Gəlin başqa bir misala baxaq. Restoran misalı. Heç kim pizza almır. İnsanlar dostları ilə gülə-gülə yeyilən, şəkil çəkilən və xatirəyə çevrilən o anı alır. Sən pizzanı yox, xatirəni satmalısan. Burada əsas məsələ müştərinin ağrısını tapmaqdır. Satışda buna pain point deyirlər. Müştərinin ağrısını tap, üstünə barmağını biraz bas ki, o ağrını hiss etsin, sonra da ona ağrı kəsicini təqdim et. Məsələn, sən ev təmizləmə xidməti satırsan. Yanlış təqdimat belə görünür. Biz saatı 15 manata ev təmizləyirik. Düzgün təqdimatsa belə olacaq. İşdən gələndə yorğun halda əlinizdə süpürgə tutmaq istəmirsiniz. Biz gəlirik, evinizi tərtəmiz edib yeyirik. Siz isə dincəlirsiniz. Eyni qayda texnologiyada da işləyir. Yanlış təqdimat belə olacaq. Bizim proqramda əldən çox funksiya var. Düzgünü isə belədir. İşçiləriniz gündə 2 saat sənədlərə baxmaqla vaxt bitirir. Bizim proqram bunu 5 dəqiqə endirir. İnsanlar tənbəl deyil, amma enerji və vaxtlarını qorumaq istəyirlər. Əgər sən məhsulunu onların həyatında vaxt, pul, enerji qənaəti ilə bağlaya bilsən, o satış öz-özünə baş tutur. Bir də unutma, məhsulu təqdim edərkən xüsusiyyətləri sadalamaqdansa faydaları izah et. Fərq nədir? Xüsusiyyəti bizim telefonumuzda 5000 mAh batareya var. Faydası, telefonunuz gün ərzində sönməyəcək, bütün günü enerjiniz olacaq. Səncə alıcı hansı versiya daha tez reaksiya verər? Əlbəttə ki, faydaya. Çünki xüsusiyyətlər beyinə gedir, faydalar isə hisslərə toxunur. Gəlin biraz da psixologiyadan danışaq. Beyin təhlükə və ya problem gördüyü anda onu həll etməyə yönəlir. Bu insanın təbii müdafiə mexanizmidir. Ona görə də sən müştərinin beyninə problem siqnalı göndərsən, o avtomatik olaraq həll yollarını axtarmağa başlayacaq və o həll sənin məhsulundur. Amma diqqət et, burada incə bir xətt var. Sən müştərinin problemini şişirdib qorxu satmağa çalışsan, bu etibarsız görünə bilər. Sən real problemi vurğulamalısan, hətta müştərinin dediyi sözlərlə. Çünki o öz ağrısını tanıyanda sənə daha tez güvənir. Gəlin qısa bir formula verim. Birincisi, problemi müəyyən et. Müştərinin qarşılaşdığı ən böyük çətinlik nədir? İkincisi, problemi hiss etdir. O çətinliyin gündəlik həyatda necə təsir etdiyini göstər. Üçüncüsü isə həlli təqdim et. Məhsulunu o problemin yeganə cavabı kimi göstər. Bu yanaşma ilə sən artıq məhsul satmırsan. Sən bir xilaskar kimi görünürsən. İnsanlar isə xilaskara yox deməkdə çətinlik çəkirlər. Və sonda dost tövsiyəsi. Bu yanaşmanı yalnız satışda yox, danışıqlarda, iş müsahibəsində, hətta şəxsi münasibətlərdə də istifadə edə bilərsən. Çünki insanlar məhsul, təklif, ideya fərq etmir. Hər zaman öz həyatlarına dəyər qatacaq şeylərə yönəlirlər. Ona görə də növbəti dəfə nəsə satmaq istəyəndə yadında saxla. Məhsuldan yox, onun gətirdiyi dəyişikliklərdən danış. Çünki sən sadəcə bir şey satmırsan. İnsanların həyatını daha rahat və daha dəyərli edirsən.
Növbəti videoda görüşənədək.